Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrefil enbiyai vel mursalin Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Əvvəla təşəkkür etmək istəyirəm bu dəvətə görə. Allah razı olsun, Allah qəbul eləsin. Əziyyət çəkdiniz bu məclisi təşkil edən qardaşlardan, həmçinin bizi bura gətirən qardaşlardan, Allah razı olsun onlardan. Və Allahdan diləyirəm ki, Allah bizim bu məclisi mübarək eləsin. Allah bizi cənnətdə cəm eləsin. Ümumiyyətlə, elm üçün yığışmağın böyük savabı var. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir hədisdə, yəni Osman radiyallahu anh hədisindən keçir ki, əgər bir qrup insan Allahı zikr etmək üçün bir yerə yığışarsa, uca Allah həmin insanlarla özünü mələklərin yanında öyür. Özünü öyür ki, yəni mənim qullarım yığışıblar, məni zikr etməyə. Həmçinin başqa bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bildirir ki, əgər bir qrup insan Allahın evlərindən birində, yəni burada düzdür, məscidlər qəsd olunur, amma alimlər qeyd edirlər ki, bu qeyri-məscidlərə də aiddir. Allahın evlərinin birində Allahı zikr etmək üçün, Quran oxumaq üçün və onu öyrənmək üçün yığışarsa, onlara səkinət nazil olar, həmçinin onları rəhmət bürüyər, mələklər onları əhatə edər və həmçinin Allah Taala onları öz dərgahında yad edər, yəni tərifləyər. Və ona görə də elm məclislərinə həris olmaq, yəni çox böyük savabı var. Çalışın bu fəzilətdən, bu savabdan qalmayın. Və bugünkü mövzumuz inşallah qəlbin islah olması və qəlbin islah olmasının önəmi, əhəmiyyəti barədə olacaq. Bildiyimiz kimi qəlb ümumiyyətlə niyyətin yeridir. Niyyət qəlbdə olur. Həmçinin iman qəlbdə olur. Və qəlbi islah etmək digər bütün əzaları islah etmək deməkdir. Necə ki, alimlər qəlbi bədənin hökmdarı adlandırırlar. Necə ki, İbn Qeyyim bunu Dərd və Dəva kitabında, həmçinin başqa kitablarda qeyd edir ki, qəlbin deməli, digər əzalarla müqayisəsi hökmdarın öz rəiyyəti ilə müqayisəsinə bənzəyir. Qəlb elə bir əzadır ki, qəlb hökm verir, istədiyini uzaqlaşdırır, istədiyini yaxınlaşdırır, onun köməkçiləri var və həmçində şeytanın da əsas məqsədlərindən biri də insanın qəlbinə yetişməkdir. Və şeytan sözsüz ki, burada müxtəlif yollardan istifadə edir ki, əsas insanın qəlbini vursun, ora təsir eləsin, onu korlasın. Və əgər onu korlayarsa, vəssalam, insan artıq şeytan müəyyən qədər öz məqsədinə çatmış olur. Ona görə də İbn Qeyyim Dərd və Dəva kitabında şeytanla insanın mübarizəsini bir döyüşə bənzədir. Deyir, sanki iki ordudur, yaxınlaşıb və ordunun həmişə ortasında hökmdar olur. Düzdür, padişah ortada olur və ətrafda isə ordu. Və şeytanın məqsədi həmin o hökmdarı vurmaqdır. Və hökmdarın ordusunu da nəyə bənzədir? İnsanın əli, gözü, dili, ayaqları, qulağı, bunlar hamısı sanki qəlbin nə idi? Köməkçiləridir. Çünki qəlbə iman bunlar vasitəsilə gəlir, çatır. Yəni, məsələn, insan bir fayda eşidirsən və yaxud oxuyursan gözün vasitəsilə, düzdürmü? Oxuyursan bir hədis, bir ayə və onu hara ötürür göz? Göz onu ötürür qəlbə. Və yaxud qulaqla eşidirsən, dinləyirsən hansısa bir moizə, qulaq onu neyniyir? Qulaq onu sadəcə vasitədir, ötürür qəlbə və qəlb ondan ibrət alır. Düşünür, ibrət alır,
ya islah olunur, ya da Allah uzaq eləsin. Əgər harama qulaq asarsa ifsad olur, fəsad olur. Ona görə də alimlər, məsələn, musiqini niyə görə haram ediblər? Çünki musiqi qəlbə pis təsir edir. Qəlbi korluyur, qəlbi daşlaşdırır. Həmçinin göz, harama baxmaq, zina, göz zinası neyini? Qəlbə təsir edir. Peyğəmbər, alimlər qeyd edirlər ki, göz zinası şeytanın oxlarından biridir. Və İbn Qeyyim qeyd edir ki, şeytan bu əzalar vasitəsilə istəyir qəlbi vursun. Və baxır ki, hansı zəifdir. Həmişə döyüşdə ordu baxır ki, düşmən baxır ki, hansı tərəf zəifdir. Məsələn, kimisi dili zəifdir. Məsələn, dilini saxlayan bir, qeybət çox edir. Şeytan o tərəfə hücum edir. Kimisi gözü zəifdir, gözü harama baxır. Şeytan ora hücum edir. Kimisi qulağı zəifdir, harama qulaq asır. Kimisi əli zəifdir, haramla məşğuldur və s. Bu kimi. Ona görə də hansı tərəfdən boşluq tapdısa dərhal o tərəfdən qəlbi vurur, qəlbi korluyur və nə olur? Ondan sonra digər əzalar da yavaş-yavaş korlanmağa başlayır. Ona görə insan qəlbini qorumalıdır və qəlbi qorumağın da indi qeyd edəcəyi hansı yolları var bu dərsin sonunda. Və ona görə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm öz dualarında həmişə çox vaxt dualarında Allahım qəlbimi islah elə. Bir hədisdə məsələn Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dua edir ki, Allahümmə ec'al fi qalbi nuran. Allahım qəlbimdə nur et. Uzun hədisdir. Məscidə gedəndə oxunur. Və həmçinin başqa bir hədisdə Allahümmə inni a'udu bikə min qalbin la yaxşəu. Allahım müti olmayan, qorxmayan qəlbdən sənə sığınıram. Yəni Allahdan qorxmayan qəlbdən sənə sığınıram. Allaha sığınırdı. Həmçinin duasında deyirdi ki, Allahümmə nəqqi qalbi minəl xataya kəmə yunəqqə thawbal əbyadu minəl dənəsi. Allahım qəlbimi günahlardan təmizlə, necə ki ağ paltarı çirkdən təmizlədiyin kimi. Həmçinin belə dua edirdi. Allahümmə əti nəfsi təqvahə və zəkkihə əntə xeyru mən zəkkəhə əntə valiyyuhə və məvləhə. Allahım nəfsimə təqva ver və onu paklaşdır. Sən paklaşdıranların ən xeyirlisisən, sən onun sahibisən və himayədarısan. Yəni, burada nəfs deyəndə qəlb nəzərdə tutulur. Və həmçində necə dua edərdi? Allahümmə yə muqallibəl qulubi səbbit qalbi alə dini. Allahım, ey qəlbləri çevirən, qəlbini dinində sabit elə. Və biz bununla görürük ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə edirdi? Çox önəm verirdi qəlbə. Bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə deyir? Deyir, həqiqətən insanın bədənində bir ət parçası var. Əgər o salamat olarsa, islah olunarsa, bütün bədən islah olunar. Və əgər o fəsada uğrayarsa, bütün bədən fəsada uğrayar. Və bu, bilin ki, bu qəlb, bu ət parçası nədir? Qəlbdir. Yəni, qəlb, özü də qalb sözü, ərəbcə qaləbə feilindəndir, çevrilmək. Qaləbə. İnqilab sözü də buradandır, çevriliş. Və niyə görə qəlb belə adlanır? Qəlb niyə belə adlanır? Çünki qəlb tez-tez çevrilir. Tez-tez, heç vaxt sabit qalmır. Məsələn, bir saat bundan əvvəlki qəlbimiz indiki kimi deyil. Bir saatdan sonra da biz bilmirik necə olacaq. Sabit qalmayacaq. Dünənki qəlblə bugünkü qəlb eyni deyil. Ona görə də insanın qəlbi daim çevrilir. Heç vaxt sabit qalmır. İnsan ona görə çalışmalıdır. İndi inşallah gələcək. Çalışmalıdır, birinci qəlbini qorumalıdır. Onu korlayan əməllərdən. Əgər qorumasan qəlbini, batacaqsan. Qəlbini qorumasan, batacaqsan. Və demək, həmçinin bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, yəni qəlbini qoruyan insanla qəlbini qorumayan insanın məsələni Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qeyd edir. Hədis, səhih hədisi, Müslim rəvayət edib. Huzeyfə ibn-i Yəməndən radiyallahu anh rəvayət olunur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir, həsirin ipləri, yəni həsirin ipləri insanın bədənində iz buraxdığı kimi qəlblər də fitnələrə məruz qalır. İnsanın qəlbi daim fitnələrə məruz qalır. Və əgər insan bu fitnələri qəbul edərsə,
ora qara nöqtə qoyular. Və əgər bu fitnələri qəbul etməzsə, ağ nöqtə qoyular. Və sonda iki cür qəlb əmələ gəlir, hədisdə gəlir. Biri, hamar daş kimi, yəni qəmbər daş kimi, hamar qəlb, hansı ki, heç bir fitnə ona təsir eləmir. İkincisi isə, deməli, qab kimi, yəni su, kuzə kimi, kuzə bilirsiniz də, yəqin, kuzə kimi. Hansı ki, bu qəlb bütün hər hansı bir istənilən nəfsi istədiyi hər bir şeyi qəbul edir. Yəni, iki cür qəlb. İnsan əgər qəlbini qoruyarsa, birinci olar. Qəlbi möhkəm olar. Və ona görə sələflərdən deyir ki, qəlbimi 20 il qorudum və 20 ildən sonra o məni qorudu. 20 il mən qəlbimi qorudum, 20 ildən sonra o məni qorudu. Yəni, qəlbimi qorusan, insan elə bir mərtəbəyə gələ çatar ki, yoxsa həmin hədisdə qeyd olunan kimi, qəlb artıq mərmər daş kimidir, heç bir şey təsir eləmir ona. Yəni, heç bir fitnə təsir eləmir ona. Və belə olacaqsan. Və bu da sözsüz ki, vaxt lazımdır buna. Əgər qəlbivi sən buraxsan, qəlbivi islah eləməsən, onun üçün çalışmasan, bunun üçün nə lazımdır, qeyd edəcək inşallah. İnsan mübarizə aparmalıdır. Və nəticədə nə olacaq? Sənin qəlbin, demək, hər bir şeyi qəbul edəcək. İstənilən fitnə olan kimi, ona görə də biz fikir versək görərik ki, təkfir fitnəsinə düşən insanlar çox çətin islah olunur. Çünki o fitnəni artıq qəlbini açıb ona. Və ona görə çox çətin islah olunur. Demək olar ki, islah olunmur. Olunanda da yenə baxırsan, nəsə şübhələr qalıb onda, başlayır qəribə suallar verməyə. Çünki nəyə görə? Artıq bir dəfə açıb qəlbini fitnəyə. Ona görə də alimlər bizim peyğəmbərlərin varisləridir. Biz onlardan möhkəm yapışmalıyıq. Əgər alimlər, onlar da fitnə hardan başladı, təkfir fitnəsi? Alimləri qəbul eləmədilər. Və yaxud alimlərin özlərinə sərf edən demək, fətvalarını götürdülər və s. Və fitnələr iki cürdür. Yəni, qəlbin məruz qaldığı fitnələr iki cürdür. Birinci şəhvətdir. Şəhvət yəni ehtiras, insanın nəfsini aldadan, məsələn, Allah uzaq eləsin, içkidir, zinadır və s. Bu kimi nəfsi istəklər. İkincisi isə zəlalət və şübhələr. Ona görə şeytan həmişə baxır insanı, neyinir? İnsana yaxınlaşmaq istəyəndə onu bir analiz edir. Görür, bunun qəlbi hara meyillidir. Əgər şəhvətə meyillidirsə, o tərəfə çəkir onu. Yox, əgər görsə ki, şəhvət qapısı bağlıdır, bu insan möhkəmdir dilində, onu neyinir? Həddi aşdırır və şübhəyə aparır, salır onu. Şübhəyə salır onu. Şübhə də nədir? Həddi aşmaq, ya məsələn, təkvirçilər kimi, təkvirdə həddi aşır, ya müəyyən bir şeylərdə, təharətdə həddi aşır. Biz görmüşük də, təharətdə həddi aşanlar var. Dəstəmaz. Məsələn, görür ki, bu insanın dəst təmizliyə həssasdır. Başlayır ona vəsvəsə verməyə, yox, sənə bura su dəymədi, bura dəyməyib. Adam var, saatlarla, üz istəyirəm, yuyunur, saatlarla dəstəmaz alır. Biz görmüşük bunları. Yəni, bunlar nədir? Həmin o şübhə. Şəhvət fitnəsinin qapısını evlənməklə nisbətən bağlamaq olar. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem niyə deyir ki, kişi evləndikdə dinini yarısını tamamlayır. Yəni, şəhvət qapısını bağlayır. Və deyir, qalan yarısında da, yəni şübhələrdə də Allahdan qorxsun. Yaxşı, şübhələri necə eləmək olar? Elm almaqla. Düzgün elm almaqla. Yəni, belə elm almaqla yox. Çünki nə qədər insan var, kitab oxuyur, alimlərə qayıtmadan, sələfə qayıtmadan və onu azmasına səbəb olur. Yəni, düzgün şəkildə alimlərdən, bizim ümmətin əlhəmdülillah alimləri var. O alimləri biz seçmirik. Biz demirik ki, filan alimdir, filan kəs. Onu Allah Taala seçir. Allah Taala onu tanıdır. Təqvasına görə, elminə görə, dərslərinə görə. Və onlar da öz elmini hardan almışlar? Özündən əvvəlki sələflərdən. Və belə gəlib çıxır Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin dövrünə. Və ona görə də bu iki cür fitnə var. Bu iki cür fitnədən demək, insan özünü qorumalıdır. Və ona görə alimlər qeyd edirlər ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bu hədisdə nə edib? Qəlblərin məruz qaldığı fitnəni iki yerə bölüb. Düzdür? Birincisi dedik ki, deməli, yox, üzrən, bayaq qeyd edilən hədisdə qəlbləri iki yerə böldü. Fitnələri qəbul edən qəlb, fitnələri inkar edən qəlb. Düzdürmü? O qəlb ki, fitnələri qəbul edir,
onun qəlbinə qara nöqtə qoyulur və bu qara nöqtə o qədər artır ki, artıq onun qəlbi qaralır. Qaralır. Və o artıq nə edir? Demək, heç bir yaxşı əməli qəbul eləmir. Yaxşı əməl ona pis gəlir. Məsələn, biz görmüşük, elə insanlar var, qəlbləri o qədər sərtdir ki, namaz ona pis gəlir. Yanında dindən danışanda deyir ki, yox. Bu artıq sərtləşib bu qəlb. Və həmçində bidətçilərin də qəlbi o qədər ki, günah, o bidət ediblər, onlar bidəti nə edirlər? Sünnət görürlər. Bidəti sünnət görür. Batili haqq görür. Və hətta o qədər qəlbə, yəni bu fitnələr hakim ola bilər ki, insan öz nəfsi istəyini Peyğəmbərin və Peyğəmbərin sallallahu əleyhi və səlləm və Allahın dediyindən üstün tuta bilər. Və bu da biz şahidi oluruq hədis inkarçıları. Hədis inkarçılar cəza olaraq, Allahın onlara verdiyi o cəza olaraq onlar nə edirlər? Onlar bu cür zəlalətə düşürlər. Və nə edirlər? Artıq Peyğəmbərin sallallahu əleyhi və səlləm dediklərini qəbul eləmir. Öz nəfsi istəyini mən belə görürəm, mənim belə xoşum gəlir. Bunun hamısı nədir? Qəlbin qaralmasıdır. İkincisi isə pak qəlb, deməli, imanla dolu olan qəlb və bu qəlb nədir? Demək, heç bir fitnəni qəbul etmir. İbn Qeyyim rahimehullah Əl-Vabilis deməli Əs-Sayyib əsərində əsərin adını qoy dəqiq deyim. Bəli, Əl-Vabilis-Sayyib əsərində qəlbi 3 yerə bölür. Bəli, Əl-Vabilis-Sayyib əsərində qəlbi 3 yerə bölür. Deyir ki, qəlblər 3 cürdür. Birinci qəlb iman nuru ilə parlayan, yəni bizim o hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm qeyd elədiyi birinci növ qəlb. İman nuru ilə parlayan və həmçində zülməti yaxın buraxmayan, yəni o qədər bu iman nuru ilə o qədər parlayır ki, artıq zülmət oraya yaxınlaşa bilmir. Və İbn Qeyyim misal gətirir. Necə ki, göy səmanı, məsələn, şeytandan qorunduğu kimi. Yəni, şeytanlar orada qalxmaq istəsələr, ulduz nə olar? Ulduz onları yaxıb yandırar. Və bu qəlbi də ona bənzədir. Yəni, fitnə gəldikdə dərhal nə edir? Uzaqlaşdırır. Bu birinci qəlb. İkinci qəlb, demək, belə qəlbə üzr istəyirəm. Belə qəlbin, belə qəlb, demək, heç bir fitnəni qəbul etmir. Və şeytan da oraya yaxınlaşa bilmir. Şeytan bilir ki, artıq bu qəlbə heç bir yaxınlaşma olmaz. İkinci növ qəlb deyir ki, imandan xali olan qəlbdir. Yəni, kafirin qəlbi, münafiqin qəlbi. Və belə qəlb üçün şeytan çox rahatdır. Yəni, belə qəlbə heç vəsvəsə də vermir. Belə qəlbə vəsvəsə vermir. Çünki niyə görə ehtiyac yoxdur? Artıq şeytanın məskənidir ora. Şeytan onu istədiyi kimi idarə edir. Çünki nə iman var, nə bir şey. Necə ki, o sual verirdilər, İbn Abbas'a sual verir, səhv eləmirəmsə, kitab əhlindən biri deyir ki, nə üçün siz namazda vəsvəsə olur sizə, bizi gəlmir vəsvəsə. İbn Abbas gözəl bir cavab verir, deyir ki, boş evə oğru girməz. Yəni, sənin qəlbin boşdur artıq, yəni, şeytan nə işi var orada? Şeytan artıq o azmış insanla işi yoxdur. Bu birinci qəlb. İkinci qəlb, bu ikinci qəlbidir. Üçüncü qəlb isə hansı qəlbdir? Demək, qəlbdə iman var. Lakin zülmət də var. Yəni, müəyyən, bu da, belə deyək də, çoxumuzun qəlbidir. Çoxumuzun qəlbi belədir. İman var, amma günah da var. Belə olanda halda deyir, şeytan mübarizə aparır o insanla da. Bəzən gəlir, bəzən gedir, görür ki, boşluq var dediyim kimi, dərhal təsir edir. Və gah qalib gəlir şeytan, gah insan ona qalib gəlir. Və üçüncü qəlb də budur. Və birinci növ qəlb, hansı ki qeyd elədiyim, yəni iman nuru ilə dolan, bu qəlb məhz uca Allah Quran-ı Kərimdə bu qəlbi qeyd edir, tərifləyir və qeyd edir ki, cənnətə girən qəlb bu olacaq. Ona deyirlər, əl-qalbus səlim, salamat qəlb. Necə ki, Allah Teala Quran-ı Kərimdə buyurur ki, İbrahim barədə bildirir. Deyir ki, وَاِنَّ مِنْ شِيعَتِهِ لَإِبْرَاهِمْ. Yəni, Nuhun davamçılarından biri də İbrahimdir. اِذْ جَاءَ رَبَّهُ بِقَلْبٍ سَلِمٍ.
O vaxt ki, o Rəbbinin huzuruna salamat bir qəlblə gəldi. Və salamat qəlbdə nədir? Şirkdən, vəsvəsədən, həmçinin küfürdən, günahdan salamat bir qəlbdir. Həmçinin başqa bir ayədə Uca Allah buyurur ki, يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللّٰهَ بِقَلْبٍ سَلِيمٍ. O gün, yəni qiyamət günü nə mal dövlət, nə də övlad, oğul, uşaq fayda verəcək, yalnız Allahın huzuruna salamat bir qəlblə gələndən başqa. Və Şeyx Hüseymin nə deyir? Deyir, Allah Teala bu ayədə bildirir ki, insana qiyamət günü yalnız salamat qəlb fayda verəcək. Oğul, uşaq, mal, oğul, uşaq isə yalnız salamat qəlbin sahiblərinə fayda verəcək. Yəni, salamat qəlbin sahiblərinə onun oğul, uşağa, mal dövləti də fayda verəcək. Çünki salamat qəlbinə gəlsə, demək ki, bu dünyada oğlunu, övladı əməl salih böyüdüb, həmçinin mal dövlətini Allah üçün xərcləyib və buna fayda verəcək. Və bu ayədə, yəni yalnız Allahın huzuruna salamat qəlbinə gələndən başqa, bu istisna, yəni yalnız istisnası Şeyx qeyd edir ki, bu göstərir ki, bütün əməllərin, bütün işlərin əsas haradadır, harası, yeri haradır? Qəlbdir. Və salamat olmalıdır. Əgər insan istəyirsə ki, qiyamət günü fayda versin ona qəlbi, nə etməlidir? Salamat qəlbinə, Allahın huzuruna gəlməlidir. Bəzi hədisləri oxuyaq qəlb barədə. Hədislərin birini qeyd elədik. Qəlbdə, bədəndə bir ət parçası var. Əgər salamat olarsa, bütün bədən salamat olar. Və əgər körlanarsa, bütün bədən körlanar. Həmçinin başqa bir hədis, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, يَدْخُلُ الْجَنَّةَ أَغْوَامٌ أَفْئِدَتُهُمْ مِثْلُ أَفْئِدَةِ الطَّيْرِ. Qiyamət günü cənnətə bir qrup insan girəcək. Onların qəlbləri quş qəlbi kimi olacaq. Və bu hədisdə nəyi göstərir? Yəni quş qəlbi nədir? Yəni alimlər bunu belə açıqlayırlar ki, yəni Allah qorxusu ilə daim titrəyən. Çünki quşlar bildiyimiz kimi ən çox qorxan bir məxluqdur, heyvandır. Düzdürmü? Quşu dərhal, yəni sərçə və s. gördüyümüz kimi. Və bu insanlar da qorxur, yəni Allahdan o qədər qorxur ki, bunlar demək bu cür qəlbləri bu cür olacaq. Yəni bu hədis bizə nəyi göstərir? Bir qrup insanların qəlbləri quş kimi olan insanların cənnətə girməsi. Həmçinin şərhlərdə gəlir ki, yəni açıqlamalardan biri budur ki, yəni təvəkküldə quşlara, çünki başqa bir hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, əgər siz Allaha haqqı ilə təvəkkül etsəniz, Allah sizi ruziləndirər. Necə ki, quşlar səhər acı çıxıb, axşam tox qayıdırlar. Yəni təvəkkül, Allaha təvəkküldə. Hər bir halda, yəni hər ikisi aiddir buna. Həmçinin başqa bir hədis Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ənəs radiyallahu anhu rəvayət edir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu duanı çox edərdi. Yə muqallibəl qulub səbbit qalbi alə dinik. Ey qəlblər çevirən, qəlbimi dinində sabit et. Və Ənəs deyir ki, mən dedim ki, ey Allahın elçisi, biz sənə iman gətirdik və sənin gətirdiyin dinə iman gətirmişik. Və sən bizə görə narahatsan, yəni qorxursan. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bəli, qorxuram. Çünki həqiqətən qəlblər Rəhmanın, Allahın barmaqlarından ikisinin arasındadır. İstədiyi kimi çevirir. Yəni heç kim arxain olmamalıdır ki, mən azmaram və s. Sələflərin sözləri qəlb barədə Səid ibn Cübeyr deyir ki, əgər zikr, ölümü yad etmək mənim qəlbimdən çıxsa, mənim qəlbim fəsada uğrayar. Yəni, ölümü xatırlatmaq, ölümü yad etmək qəlbi islah edən əməllərdən biridir. Bayaq qeyd elədiyim Əbu Hafs Neysaburi deyir ki, qəlbimi 20 il qəlbimi qorudum, sonra 20 il o məni qorudu. Sonra mənə müəyyən fitnələr baş verdi və biz bir-birimizi qoruduq.
müəyyən fitnələr baş verir və biz bir-birimizi yox. Deməli, insan elə vaxt olur ki, əlhəmdülillah, qəlbi sabitdir. Elə vaxt olur ki, insan ehtiyacı var qəlbini qorumağa. Həmçinin başqa bir hədis, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, həqiqətən Allah sizin malınıza və zahiri görünüşünüzə baxmaz. Allah sizin qəlbinizə və əməllərinizə baxar. Bu da çox önəmli. Yəni, bu onu göstərir ki, Allah Teala bizim qəlbimizə baxır. Və ümumiyyətlə, qardaşlar, mən sizə bir şey deyim. İbadətlər, ümumiyyətlə, ibadətlərin bizə buyurulmasında əsas məqsəd də odur. Qəlbin islah olunması. Yəni, əgər ibadət sənin qəlbinə nə qədər çox təsir edirsə, bil ki, bu ibadəti sən bir o qədər doğru, düzgün yerinə yetirsən. Ona görə, əgər ibadət sənin qəlbinə təsir eləmirsə, demək ki, sən o ibadəti layiqincə yerinə yetirmirsən. Ona görə alimlər deyirlər ki, məsələn, Ramazan bitdikdən sonra ibadət mövsümləri və s. insan gərək qəlbinə baxsın. Mənim qəlbimdə bir dəyişiklik varmı? Demək, Süleyman Əl-Xavvas deyir ki, rahiməhullah, zikir qəlb üçün, bədən üçün qida kimidir. Qidanın bədən üçün, deməli, yəni qida bədənə nə cür yeri varsa, zikrin də qəlb üçün belə yeri var. Yəni, necə ki, bədən qida ilə, deməli, yeməklə qidalanır, qəlb də nə ilə qidalanır? Zikirlə. Necə ki, sonra davam edir, deyir ki, və necə ki, cəsəd yeməyin dadını xəstələndikdə, yəni yemək, insan xəstələndikdə, bədən xəstələndikdə, necə ki, yeməyin dadını hiss eləmir, yəni siz fikirlənirsiniz, insan xəstələnəndə artıq yemək də ona ləzzət vermir. Hansı insan daha iştahla yiyər? Xəstə insan, yoxsa sağlam insan? Sağlam insan. Düzdürmü? Və qəlb də belədir. Yəni, xəstə qəlb zikirdən faydalanmır. Yəni, əgər qəlbin zikirdən faydalanmırsa, demək xəstədir. Müalicə eləməlisən. Necə? Demək ki, hansı haram edirsən, ondan uzaqlaşmalısan, qəlbini islah eləməlisən. Ona görə qeyd edir ki, necə ki, xəstə insan yeməyin dadını hiss eləmir, eləcə də xəstə qəlb və dünyanı sevən qəlb, dünyaya bağlı olan qəlb zikrin dadını, ləzzətini hiss eləmir. İbn-i Qeyyim rahiməhullah demək deyir ki, demək Nəbəvinin şərhində, yəni Müslimin şərhində deyir. İbn-i Qeyyim deyir ki, sonra sinənin genişliyindən keçib qəlbinin aləminə seyr edir, qəlbə fikir verir. Uzun bir sözdür, oradan çıxartmışam. Deyir, orada səltənət taxtında əyləşmiş, əzəmətli bir hökümdarla qarşılayacaqsan, yəni qəlb. O əmr edir, qadağan qoyur, yüksəldir və uzaqlaşdırır. Ətrafını əmirlər, vəzirlər və əskərlər əhatə etmişdir. Hamısı onun əmrinə boyun əymişdir, yəni qəlbin. O düz olsa, hamısı düzələr. O yoldan çıxsa, hamı azar. O korlansa, hamı pozular. Əsl dayaq da məhz odur. Çünki o, Rəbbinin nəzərinin yönəldiyi yerdir. Yəni, bayaq qeyd elədiyi hədisdə Allah Teala baxır qəlbə. Onu tanımağın, sevməyin, ondan qorxmağın, ona təvəkkül edib, ona dönüş etməyin məkanıdır. Yəni, qəlb belə bir yerdir. Allahdan razılıq və Allahın razılığı da burada qərar tapır. Qulluq əvvəlcə qəlbin özünə, sonra isə onun tabeliyində olan bütün qüvvələrə sirayət edir. İndi isə keçək, qəlbi necə islah eləmək olar? Qəlbi necə islah eləmək olar? Ən böyük səbəblərdən biri duadır. Bayaq qeyd elədik ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dua edərdi. Ona görə insan arxain olmamalıdır. Qəlblər kimin barmaqlarının arasındadır? İkisinin arasında. Allah Taala'nın. Demək ki, ona dua etmək lazımdır ki, o sabit eləsin. Ən böyük səbəblərdən biri budur. İkincisi, Allahı zikr etmək. Allah Teala Quranda nə deyir? Həqiqətən qəlblər Allahı zikr etməklə rahatlıq tapar. Həmçinin islah edən əməllərdən biri də salih insanlarla oturub durmaq.
əməli salih insanlarla oturub durmaq. İmam Malik ibn Ənəs rahimehullah deyir ki, qəlbimdə deyir bir bərklik, sərtlik hiss etdikdə dərhal gedirdim Muhammed ibn-i Munkadir'in yanına. Muhammed ibn Munkadir rahimehullah tabiin olub. Çox əməli salih insan olub, çox Allahdan qorxan bir insan olub. Malik ibn Ənəsin müəllimi olub. Malik ibn Ənəs ondan hədis rəvayət edib. Və deyir ki, qəlbimdə bir şey olanda gedirdim deyir onun yanına və başlayırdım ona söhbət eləməyə. Baxırdım ona və ondan deyir ibrət alırdım. Həmçinin qəlbi islah edən səbəblərdən biri də nədir? Salih əməllər görmək. Bütün salih əməllər qəlbi islah edir. Xüsusən də Quran oxumaq və Quranı dərk edərək oxumaq. Yəni, düşünərək oxumaq, ayələri də bu qəlbə çox təsir edir. Və həmçinin istənilən bir ibadə, həmçinin haramlardan çəkinmək. Yəni, istənilən bir haram əməl qəlbə təsir edir. Necə ki, bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, insan bir günah etdikdə onun qəlbinə bir nöqtə qoyular, qara nöqtə. Və ya tövbə edərsə o nöqtə pozular. Yox, davam edərsə nöqtələr çoxalar və sonunda qəlb örtülər və sonra qeyd edir ki, bu da uca Allahın kəllə bəl rana alə qulubihim mə kənu yəksibun. Xeyr, onların qəlbi etdikləri əməllərdən örtülmüşdür ayəsinin mənasıdır. Və bu qədər qardaşlar, Allahdan istəyirəm ki, Allah bizi eşidib faydalardan etsin, Allah bizim qəlbimizi islah eləsin, Allah bizi sabit eləsin bu dində. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və ashabihi ecmaîn.